Campione, campione, ole, ole, ole. Campione, campione, ole, ole, ole. Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun. Mən Fuad, növbəti çıxışımla qarşınızdayam. Möhtəşəm gündən sonra, möhtəşəm oyundan sonra bu çıxışla yenidən qarşınızdayam və möhtəşəm söhbət olacaq, möhtəşəm fikirlər olacaq. Oyun haqqında danışacağam, hakimlər haqqında danışacağam. Oyundan bir gün öncə Real Madridin manipulyasiyasından danışacağam. Daha doğrusu Florentino Perez'in manipulyasiyasından danışacağam. Hər şey bu videoda. Başladıq. Diyan, mən askını taxmamışam, yəni. Əsas məsələni taxmamışam. Əsas məsələ budur. Bu çempionluqdan sonra məncə askı ilə çıxış eləmək daha yaxşı olardı. Deməli dostlar, gəlin hər şeyi mərhələ-mərhələ danışaq. Birinci oyundan danışaq, daha sonra hakimlərdən, oyundan əvvəl baş verən hadisələrdən danışarıq. Birinci gəlin oyundan başlayaq. İlk hissə haqqında danışmaq istəyirəm. Əsas heyətlər bəlli olandan sonra biz avtomatik olaraq hamımız bildik ki, bu oyun hansı məcrada keçəcək. Sastavlara baxanda, heyətlərə baxanda gördük ki, Real Madrid 4-4-2 taktikasının oyuna çıxmışdı, romb formasında. Barcelona isə adət-ənənəyə sadiq qalaraq 4-2-3-1 taktikasını oynayırdı və bu oyunda Barcelona'nın topa sahib olması, dominantlıq eləməsi artıq açıq-aşkar bəlli idi. Amma ki, Real Madrid bu səfər tam olaraq əks-hücum futbolu oynayacağını bizə oyundan əvvəlki start heyəti ilə bəlli etdi. Birinci hissə haqqında danışmaq istəyirəm. Birinci hissə başlayan kimi Barcelona öz gücünü göstərdi, öz dominantlığını göstərdi. Oyuna möhtəşəm sürətlə başladı. Bəli, qapıya zərbələr yox idi. Qapı çərçivəsinə gedən toplar yox idi, amma komanda dominantlıq elirdi və işarə verirdi ki, qol artıq yetişir. Və əsas məqam futbolda reboundlardır. Hər halda bunu bilirsiniz. Rebound sözü əslində bizə basketboldan gəlib. Basketbol izləyən dostlarımız hər halda bildir nə demək istəyirəm. Ruslar buna padbor deyir. Top məsələn qapı yanından və yaxud cərimə meydançasının yanından ikinci, üçüncü zonaya düşəndə o topu ya rəqib komanda götürür, ya da ki, həmin cərimə meydançasında oynayan komanda götürür. Və demək olar ki, birinci hissədə reboundların 80-90%-ni Barcelona oyunçuları götürürdü. Və bu çox önəmli bir məqamdır. Çünki bir maçda reboundları hansı komanda götürürsə, o komanda da sonunda gəlib qalib gəlir. Bu belə oldu. Barcelona demək olar bir rebound belə buraxmadı. Real Madridə nəfəs almağa imkan belə vermirdilər. Və bu gözlənilən idi. Və oyun qoldan öncə Valverde və Ferran Torresin epizodu haqqında danışmaq istəyirəm. Burada bəzi Barcelona azarkeşləri bildirirlər, kommentlərdə yazırlar, nə bilim belə qışqıraraq deyirlər ki, penalti. Dostlar, gəlin obyektiv olaq, azarkeşliyi qoyaq bir qırağa, fanatizmi qoyaq bir qırağa, açıq danışaq. Valverde'nin əl epizodu əl deyildi. Həmin epizodda Valverde'nin dayaq əlinə dəydi top. Bu isə futbol qaydalarında penalti sayılmır. Bu epizodu yaddan çıxardın və bu epizod haqqında danışmayın. Hakim düzgün qərar verdi. İndi hakim haqqında nələr oldu, hakimə qarşı manipulyasiyalar, təzyiqlər haqqında daha sonra danışacağam. O başqa məsələ. Qol epizodu. Qol epizodun belə şərh eləyək. Qolu Pedri vurdu. Möhtəşəm raket zərbəsi ilə möhtəşəm qol vurdu. Amma gəlin daha 1-2 saniyə əvvələ qaydaq. Həmin qol necə yarandı? Kimin sayəsində yarandı? Əgər biz burada faydalı iş əmsalından danışırıqsa, biz bunu 100%lıq bir bölgüdən bölüşdürəcəyiksə oyunçulara, bu qol epizodunda 3 nəfər iştirak elədi. Pau Cubarsí, Pedri və Lamine Yamal. Və mən bunların arasından bu qolun payı olaraq 50% Cubarsíyə verərəm, 25-25 isə Laminlə Pedriyə verərəm. Cubarsí 17 yaşı var adamın. 17 yaşı var dostlar. Və adam o qədər ağıllı bir futbolcudur ki, o qədər mövqe seçimi düzgündür ki bu adamın. Bellinghamın o möhtəşəm ötürməsini necə oxudusa, necə sürüşmə fəndi ilə kəsdi və Pedriyə ötürmə etdi. Pedri isə adət-ənənəyə sadiq qalaraq möhtəşəm diaqonal ötürməsi, Lamine Yamal topu saxladı, ətrafına baxdı, gördü heç kim yoxdur, gözlədi və Pedri möhtəşəm açıldı topa və raket zərbəsinin hesabı açdı. Bu qolda ən böyük pay sahibi olan şəxs isə
məncə Pau Kubarsidir. Möhtəşəm oyun nümayiş etdirdi, möhtəşəm toxunuşla, sadəcə olaraq super. İfadə edə bilmirəm hisslərimi. Pau Kubarsi başqa səviyyədə və onu bəzi müdafiəçilərlə müqayisə edirlər. Sadəcə olaraq yersizdir. Sadəcə olaraq yersizdir. Bu oyunda biz hər şeyi gördük. Belə dostlar, birinci hissə haqqında daha nələr danışa bilərəm? Birinci hissə demək olar meydanda Real Madrid yox idi. Birinci hissə ancaq Barselonanı gördük. Real Madridin cəmi 2 epizodu oldu oyunda. Birinci hissədə üzr istəyirəm. Bu epizodlar birinci Bellinghamın vurduğu gol epizodu idi ki, hansı ki ofsayd səbəbi ilə ləğv olundu. Ofsayd da düzgün qərar idi. İkinci epizodu isə Vinicius'un penalti epizodu. Vinicius'la Inigo Martinez'in mübarizəsindən güya ki orada penalti var idi və hakim penalti təyin elədi. Əslində məncə orada penalti yox idi. Artıq Inigo Martinez'dən toxunmazdan əvvəl Vinicius yıxılmağa gedirdi və artıq o yıxılırdı. Amma yenə də penalti olsa belə ofsayd oldu və həmin epizod ləğv olundu. Bu iki epizoddan başqa birinci hissədə biz Real Madridi görmədik. Və birinci hissənin hakim səhvlərindən danışmaq istəyirəm. Burada bəzi azarkeşlər deyir, Barselonaya qarşı hakim şərait yaratdı. Barselona hakimlər hesabına qalib gəldi. Dostlar, Barselonanın əleyhinə verilən qərarları görəndə siz televizorda kanalı çevirirsiniz, yoxsa necə? Yoxsa siz zarafat edirsiniz? Yəni siz bir azarkeş olaraq niyə məğlubiyyətinizi boynunuza ala bilmirsiniz? Əlbəttə ki, bu adekvat, ağlı başında olan Real Madrid azarkeşlərinə aid deyil. Onlar bizim canımız, ciyərimizdir. Barselona azarkeşlərindən də belələri var. O başqa məsələ. Amma siz açıq-aşkar deyə bilmərsiniz ki, hakim bizə kömək elədi. Bəli, hakimin hər iki tərəfə səhvləri var idi. Amma açıq-aşkar deyək ki, Barselonaya hakim kömək oldu, dəstək oldu, belə bir epizod olmadı. Hətta Barselonanı birinci hissədə təmiz penaltisini vermədilər. Ceballos ilə Kubarsinin mübarizəsindən danışıram dostlar. Həmin epizod eynən Arsenal Real Madrid oyununda Saliba Asensio mübarizəsinə bənzəyirdi. Top qapı xəttinin yanından keçirdi və Kubarsi topa şığıyırdı. Və eyni anda Kubarsi ilə Ceballos bir-birlərini tuturdu və Kubarsi artıq Ceballosdan aralaşıb ayağın topa yönəltmək istəyəndə Ceballos onu dartdı, az qala köynəyin belə çıxarırdı. Mən bunu Azərbaycandan gördüm. Amma hakim reaksiya vermədi, vara belə getmədi. Hələ buna deyirlər ki, bu penalti deyil. Yaxşı, Ceballosun Yamalın sifətinə şillə vurması, Yamalı arxadan sürüşmə fəndi eləməsi, bunlar bəyəm sarı vərəqə deyildi. Heç bir epizoda görə Ceballosa sarı vərəqə verilmədi. Niyə? Və yaxud Tchouaméni'nin Dani Olmoya qayçı fəndi ilə sürüşmə fəndi eləməsi. Sizcə bu cərimə zərbəsi deyildi? Hakim sadəcə olaraq sarı vərəqə ilə kifayətləndi həmin epizoda. Niyə? Amma həmin epizod, eynən həmin epizod Sevilla Barcelona oyununda olanda Fermin Lopez tərəfindən. Fermin Lopezə vara baxandan sonra birbaşa qırmızı vərəqə verdilər. Eynən demək olar elə epizod idi. Həmin epizodda Tchouaméni az qala Olmonun ayağını sındıracaqdı. Biləyin, topuğundan ayağı burxuldu. Qayçı fəndi ilə ayağını kəsdi. Sadəcə olaraq sarı vərəqə verdilər. Vara belə baxmadılar. Əgər həmin epizod oyunun sonlarında olsaydı, hakim 100% Tchouaméniyə qırmızı vərəqə verəcəkdi. Nəyə görə qırmızı vərəqə vermədi? Oyunun marağını öldürməmək üçün. Oyunun ən maraqlı yerində Barselonaya şans yaratmamaq üçün belə bir qərar verdi və qırmızı vərəqə vermədi. İkinci hissə haqqında danışaq dostlar. İkinci hissə tam başqa məcrada davam elədi. İkinci hissə Real Madrid oyuna Mbappéni saldı və artıq Real Madridin hücum xəttində biraz aktivlik görsəndi və Real Madrid 50-ci dəqiqədən 80-cı dəqiqəyə qədər möhtəşəm futbol oynadı. Doğrudan da çox bəyəndim Real Madridin futbolunu. Dominant futbol oynadılar və Barsa biraz arxaya çəkildi. Və Barsa doğrudan da müdafiə olunmağı bacarmayan komandadır. Barselonanın belə bir şüarı vardı oradan da. Ən gözəl müdafiə hücumdur. Yəni Barsa bu sistemlə oynayır və müdafiə olunmağı bacarmır. Və 55-ci dəqiqədən 80-cı dəqiqəyə qədər Barselona doğrudan da əziyyət çəkdi və əzablar çəkdi. Çünki Mbappénin bir neçə epizodu oldu, Vinicius'un bir neçə epizodu oldu və məntiqə uyğun olaraq Real Madrid hesabı bərabərləşdirdi. Mbappénin cərimə zərbəsindən qolu ilə, gözəl qol idi, doğrudan da bəyəndim və bu qolda ən böyük günahkar elə məncə Şessin özü idi. Onu qınamayacağam, amma
həmin yaxın küncü boş saxlamışdı. Heç bir oyunçunu qoymamışdı. Pedrini səhv mövqeyə qoymuşdu və ona görə Mbappe yaxın küncü tutdu və möhtəşəm zərbə endirdi. Və bundan sonra fikir verdisə əgər Flick oyuna Gavi ilə Araujo salmaq istəyirdi. Amma Flick çatdırmadı və Real Madrid ardınca ikinci qolu vurdu. 7 dəqiqədən sonra ikinci qolu vurdu Tchouaméni ilə. Və burada düzün desəm, mən açıq danışacağam, mən yalan danışmaq istəmirəm. Mən düzün desəm Barsadan remontada gözləmirdim. Mən comeback gözləmirdim Barsadan. O mənada yox ki, mən komandaya inanmıram. İndi bəzi Barsa azarkeşləri də deyəcək ki, sən necə Barsa azarkeşisən ki, sən komandaya inanmırsan. O mənada demirəm mən bunu dostlar. Məni anlayanlar anladı nə demək istəyirəm. Komandanın hücum xəttində nəsə dəyişikliklər eləməyə oyunçu yox idi. Fiziki olaraq oyunçumuz yox idi. Lewandowski yox idi və qabaqki oyunlarda, remontada etdiyimiz oyunlarda heç olmasa Lewandowski çıxırdı, Ferran Torres yerinə girirdi, Fermin girirdi. İndi belə bir necə deyim, bizim imkanlarımız yox idi və Ferran Torres əsas heyətdə idi. Və ehtiyatda Fatih və Pau Victor var idi. Düzün desəm, yəni elə oyunçuları hal-hazırki vəziyyətlərinə görə Realla oyuna salmaq biraz gülünc olardı. Və mən inanmırdım ki, Barcelona comeback eləyəcək. Və mən oyundan əvvəl canlı yayımda demişdim ki, belə qəribə bir fikir bildirmişdim. Yenə də məni səhv anlamışdılar. Bilmirəm, məni niyə belə səhv anlayırlar, mən tuta bilmirəm. Bəlkə mən fikirlərimi səhv izah edirəm, bəlkə bunlar başa düşmək istəmirlər. Mən demişdim ki, Barcelona razıyam ki, kubok finalını uduzsun, amma əlavə vaxta getməsin. Sizcə mən bunu nəyə görə demişəm? Interlə oyuna görə demişəm. Bəli dostlar, Interlə oyuna görə. Mən bunu ritorik olaraq demişəm. Bu sadəcə olaraq bir sarkazm mı deyim, sadəcə olaraq belə bir fikir idi. Bunu mən əlbəttə istəyirəm ki, Barsa çempion olsun. Barsanın bəlkə çempion olmağı məndən çox istəyən yoxdur. Amma nəzərə alsaq ki, Çempionlar Liqasında bizi çətin oyun gözləyir Interlə. Amma gözlədiyimiz oldu. Yamal möhtəşəm, sadəcə olaraq möhtəşəm. O ötürmə nəyə deyirsiniz dəyər? Doğrudan da o ötürmə nə idi? Mən sizə emosiyalarımı, yəni belə sözlə ifadə edə bilmirəm bəzən. Yəni biraz şoka düşürəm ki, 17 yaşı var ev adamın. Və 17 yaşında bu belə möcüzələr yaradır. Oyunda 2 assist də yadda qaldı. Birinci assisti ola bilər ki, sadə bir assist, amma ikinci assist Ferran Torresə verdiyi ötürmə nə ötürmə idi elə. Ferran Torres də bu il belə çıxmasın, çox möhtəşəm formadadır. Adamı o qədər lağ elədilər. Bu il doğrudan da Flick'in üzərində elə işlər gördü ki, doğrudan da möhtəşəm. O açıldı topa və bu qolda düzün desəm Courtois-nın da səhvi vardı. Courtois refleksiyonla topa çıxdı və çıxmalı deyildi əslində. Və Ferran Torres sürəti hesabına keçib topu boş qapıya göndərdi. Rüdiger yarı canla çatdıra bilmədi o topa. Buradan əlavə eləyim, Rüdigerə əl çalıram. Rüdigerə doğrudan da alqış düşür. Möhtəşəm oynadı. Halal olsun ona. O yarı canı ilə, o zədəli halı ilə sona qədər mübarizə apardı və meydanı tərk etmək istəmirdi. Axsiya oynayırdı. Doğrudan da belə oyunçulara hörmət eləyirəm, sevirəm. Halal olsun. Doğrudan da Real Madrid bəxtəvər bir komandadır ki, elə bir müdafiəçiyə sahibdir. Doğrudan da möhtəşəm, böyük bir respekt. Və hesab bərabərləşəndən sonra 80-cı dəqiqədən sonra Barsa yenə də üstünlüyü öz əlinə aldı və hücumlarına davam elədi. Və oyunun son dəqiqələrində 90 plus artıq 5-ci dəqiqədə Rafinha cərimə meydançasının daxilində yıxıldı və hakim 11 metrlik cərimə zərbəsi təyin elədi və hamımız artıq sevindik, çünki epizodu tam olaraq görməmişdik. Epizoda yenidən baxandan sonra, təkrardan baxandan sonra açıq-aşkar gördük ki, bu epizod penalti deyil. Mən demirəm ki, Rafinha orada simulyasiya eləyirdi. Sadəcə olaraq Rafinha'nın ayağı ilişdi, sol ayağı ilişdi və o yıxıldı. Amma qıraqdan doğrudan da penalti kimi görsənirdi ki, elə bil ki, Asensiona müdaxilə eləmişdi. Amma VAR-a baxandan sonra açıq-aşkar görsəndi ki, bu epizod təmizdir. Asension heç bir müdaxiləsi yoxdur və burada penalti vermək olmaz. Hakim düzgün qərar verdi. Okey. Və bizim qorxduğumuz başımıza gəldi. Oyun əlavə vaxta getdi. Və nəzərə alsaq ki, hər iki komanda yorulmuşdu. Hər iki komandanın oyunçuları yarı canla oynayırdı. Pedri'nin sifətinə baxırdım mən. Deyirdim, Pedri, sən yəni yazığın sifətindən pisiz nə yağırdı? Qurban olun, bircə bu oyun qutarardı. Xahiş edirəm, qutarardı, nə olar? Yəni Pedri'nin canından, bu sifətindən bu yağırdı. Və Flick onu əvəz elədi 97-ci dəqiqədə. Düzgün qərar idi, çünki Pedri'ni qorumaq lazımdı Interlə oyunda. Eric Garcia oyuna daxil oldu. Sadəcə olaraq super oynadı. Dayaqda demək olar nə Bellingham'a, nə
Tchouaméniyə, nə də ki Arda Güler artıq daxil olmuşdu oyuna, nə də ki ona belə göz açmağa imkan vermədi. Bütün ikili mübarizələrdən qalib ayrıldı. Ümumiyyətlə bu oyunda hər iki məşqçinin əvəz etmələri doğrudan da düzgün oldu. Hər iki məşqçi əvəz etmələrində yanılmadı. Doğrudan da yanılmadı. Hər ikisi gözəl əvəz etmələr elədi. Ümumən götürsək doğrudan da mən hər iki komandanı təbrik eləmək istəyirəm bu oyun münasibəti ilə və onlara təşəkkür etmək istəyirəm. Həm Real Madridə, həm Barselonaya bu möhtəşəm oyuna görə. Çünki hər həftə biz belə oyunlar görmürük. Bu əsl El Clasico idi. Bu əsl möhtəşəm emosional bir El Clasico idi. Çoxdan da darıxmışdıq belə El Clasicolar üçün. Bəli, bizim komandamız son El Clasicolarda böyük hesablı qələbələr qazanmışdı, amma həmin El Clasicolardan biz həzz ala bilmirdik, döyüş görmürdük. Və yaxud keçən mövsüm Real Madrid El Clasicolarda bizdən üstün olurdu, dominantlığını göstərirdi. Real Madrid azarkeşləri sevinc içində idi, biz isə qəm-kədər içində idik. Amma yenə də biz belə iki güclü komandanın mübarizəsini görə bilmirdik. Bu oyunda biz onu gördük. İkisi də layiq idi çempionluğa. Doğrudan da sona qədər mübarizə apardılar. Son tərlərini qoydular meydanda. Halal olsun hər iki komandaya. Sadəcə olaraq son məqamda artıq 126-cı dəqiqə idi deyəsən, 121-ci dəqiqə idi. Əlavə nəsə artıq yadımda da qalmayıb çünki o qədər qışqırmışam, o qədər belə emosiyalara qapanmışam ki, hər şey yaddan çıxıb da. Bəlkə bəzi yerlərdə nə isə səhv deyirəm, üzrü sayın dostlar. Şərhlərdə düzəldə bilərsiniz bunu. Kunde'nin qol epizodu oyunun qırılma nöqtəsi oldu dostlar. Sadəcə olaraq deyə başa sala bilmirəm. Modric əslində çox adam Modricin üstünə düşür. Burada Modricin heç bir günahı yox idi. Bəli, Modric ötürməni biraz bərk də verə bilərdi, okey. Amma Brahim Diaz, bəli, doğrudan da Real Madrid azarkeşlərinin arzusunu ürəyində qoydu. Çox böyük bir səhv buraxdı. Doğrudan da yatmışdı elə bil. Bildiyiniz elə bil yatmışdı Brahim Diaz. Bəlkə də videolarda, reelslərdə görmüsünüz. Top Modricin ayağından çıxanda kadrda Kunde görsənmir. Kadrda Kunde görsənmir. Top gələnə kimi Kunde gəlib onu keçib topu aldı ondan. 120 dəqiqə oynayan Kunde gəlib onu keçdi sürətdə, onu qabaqladı, topu aldı və möhtəşəm zərbə vurdu. Kunde'nin özə belə bir üstünlüyü yoxdur əslində. Yəni Kunde belə uzaq zərbələri ilə tanınmır. Mən birinci dəfə də görürəm ki, Kunde uzaqdan qol vurdu. Amma bilyard dəqiqliyi ilə zərbə endirdi, möhtəşəm zərbə idi. Mən həmin an az qala televizoru qırırdım. Yəni gözləmirdim. Çünki hamımız artıq psixoloji olaraq, mənəvi olaraq penaltiləri düşünürdük. Penalti seriyalarını düşünürdük. Mən artıq orada öz əlimdə cızma qara eləyirdim ki, bizdən penaltini görsən kim vuracaq, bu vuracaq, o vuracaq. Şesninin dua eləyirdim orada. Qurban olum Şesnin, sən o aldığın siqaretlərin şərəfinə bir dənə bizi xilas elə də bu penaltidə. Amma Kunde sağ olsun Brahim Diazın köməkliyi ilə bizə çempionluğu qazandırdı. Möhtəşəm qələbə, möhtəşəm hisslər. Dostlar, quadrupla gedirik. Mən həmişə treble deyirdim, amma artıq treble deyil bu. 4 titul qazana bilərik bu mövsüm. Və bu 2 titulu artıq qazanmışıq. Və necə qazanmışıq? Finallarda əzəli rəqibimiz Real Madridi üstələyərək qazanmışıq. Möhtəşəm qələbələrdir. Və bəzi Real azarkeşləri bizə lağ eləyirlər ki, 10 ildir çempionluq görmürsünüz, gəlib indi bayram eləyirsiniz. Birinci növbədə bizim bayram eləməyə səbəbimiz var. Çünki çempion komanda bayram eləməlidir. Nə etməliyik? Oturub ağlamalıyıq. İkinci növbədə deyirsiniz 10 ildir çempionluq görmürsünüz. 10 ildir biz Çempionlar Liqasında öz sözümüzü deyə bilmirik. Amma La Liqanı da qazanmışıq dəfələrlə, İspaniya Kubokunu da qazanmışıq, İspaniya Super Kubokunu da qazanmışıq. Heç onları qoyuram bir qırağa. Okey, tutaq ki 10 ildir titul qazanmamışıq. Okey, razıyam sizdən. Gəlin belə fərz eləyək. Titul qazanmamışıq 10 ildir. Neyiniyək? İndi 10 ildən sonra titul qazanmışıqsa biz sevinməyək. Götürək biz neyiniyək? Qarabağlıyaq, ağlayaq. Siz titul qazananda ağlayırsınız bəyəm? Əlbəttə sevinirsiniz. Bu sizin haqqınızdır. Necə ki bizim indi haqqımızdır. Bayram eləməyək biz. Yox, qəm bağlayaq ki 10 ildir mən Çempionlar Liqasını qazana bilmirəm. Mən niyə bayram eləyim? Neynəməliyəm məsbəs dostum? Bir dənə mənə yaz da, kommentə yazın. Neyniyək biz? Qəm bağlayaq, qara bağlayaq, ağlayaq. Bu nə məntiqdir, bu nə düşüncədir? Həm də üçüncü səbəb də var sevinməyimizə. Bilirsiniz nədir səbəb?
Bizim komandamız La Masia uşaqlarından yığılan komandadır. Bizim müdafiəmizdə 17 yaşlı Çolpa uşaq oynayır. 33 yaşlı heç kimə lazım olmayan Inigo Martinez oynayır. Bizim hücumumuzda mən hücum dedim yoxsa müdafiə dedim. Deyəsən müdafiə. Okey, müdafiə. Bu olsun hücum. Hücumumuzda 36 yaşlı pensioner oynayır. Hücumumuzda 17 yaşlı uşaq oynayır. Keçən mövsüm heç kimə lazım olmayan, ikinci dərəcəli, orta səviyyəli saydığımız Rafinha oynayır. Amma sizin hücumunuzda kim oynayır? Mbappe, Bellingham, Rodrigo, Vinicius. Futbol tarixinin ən gözəl, ən bahalı, ən möhtəşəm hücum xəttinə sahibsiz. Və biz gəlib siz La Masia uşaqları ilə uduruq. Buna sevinməyim mən? Əlbəttə sevinməliyəm. Çünki biz ən dibdən gəlmişik. Ən dibə düşdük və ən dibdən qalxmışıq öz sayəmizdə. Bizim sizin kimi bəli maddi dəstəyimiz yoxdur. Biz sizin kimi maddi güclü deyilik. Ona görə sevinirik. Bəli, biz də sizin kimi maddi güclü olsaydıq, bizim də vaxtı ikən prezidentlərimiz ağıllı olsaydı, biz bu günə qalmazdıq. Amma siz hər bir şeyiniz var. Maddi cəhətdən problemimiz yoxdur. Maaş limiti problemi çəkmirsiniz. Biz bu il bilmirik kimlə mübarizə aparaq. Hakimlərlə mübarizə aparaq, La Liga ilə mübarizə aparaq, Tebasla mübarizə aparaq, rəqib komandalarla mübarizə aparaq. Kimlə mübarizə aparaq biz? Çox mən utanmaya deyirlər ki, sən nəyə sevinirsiniz siz? Niyə ağlayaq biz? Okey. Hər şey danışdıq məncə. İstəmirəm bu videonu çox eləyib. Çünki bəzi izləyicilərimiz deyir ki, 30 dəqiqə video çox olur. Bilmirəm daha 5 dəqiqə mən bunu necə danışa bilərəm? Mən tuta bilmirəm özümə. Yəni bu qədər mövzu vardı. 30 dəqiqə nədir ki? Ya 2x-ə qoyun qulaq asın, məncə elə daha yaxşı olar. Ya da 1,5-ə qoyun. Bəli dostlar, oyun haqqında məncə hər şey danışdım. Yenidən hər bir azarkeşi təbrik edirəm, Barsa azarkeşlərini. Real Madrid azarkeşlərinə isə səbir diləyirəm. Dostlar, indi mən burada Real Madrid azarkeşlərinə söz deyirəm. Bu yaxşılarına aid deyil. Yəni yaxşı Real azarkeşləri, adekvat, ağlı başında olan, ağı, qaranı qara görən Real Madrid azarkeşlərinə aid deyil. Bu əlbəttə ki, o glorlara aiddir. O 15 çığlı deyənlərə aiddir. Yəni onların beyni bundan artıq götürmür. Yəni IQ səviyyələri ayaqqabı ölçülərindən balacadır. Yəni onlara müraciət edirəm. Yaxşıları bunu özünə götürməsin əlbəttə ki. İndi isə hakimdən danışmaq istəyirəm. Nələr baş verdi oyundan əvvəl? Oyundan əvvəl bir gün öncə Florentino Perez, üzr istəyirəm, yox, Real TV oyunun baş hakimi olan Bengoechea haqqında bir məqalə hazırlamışdı, bir video hazırlamışdı ki, güya bu hakim Barselona yönlü hakimdir və Barselonaya dəstək olur. Və həmin hakim mətbuat konfransında ağlamışdı, bildirmişdi ki, mənim uşağım məktəbə gedə bilmir, orada onu söyürlər, batırırlar ki, sənin atan oğrudur, nə bilim, şeydir, nə bilim, dəlidir, cəmaatın haqqına girir. Nəysə, bu mövzuları məncə məndən daha yaxşı bilirsiniz. Və Real Madrid rəhbərliyi Florentino Perez bildirdi ki, bu hakimin belə bir çıxışından sonra biz inanmırıq ki, o sabahki oyunda düzgün qərarlar versin hər iki cəbhəyə və biz hakimin dəyişdirilməsini istəyirik. Ref İspaniya Futbol Federasiyası yəni bildirdi ki, belə bir şey olan deyil, hakim dəyişdirilməyəcək və təyinat artıq bəllidir və təyinat dəyişə bilməz. Və Florentino Perez dedi ki, oyundan öncə məşqçilərin mətbuat konfransından imtina eləyirik, məşqə çıxmağa imtina eləyirik və ola bilsin, oyunu da çıxmadıq. Oyundan imtina elədik. Bu, sizcə Real Madrid kimi bir kluba yaraşar yoxsa yox? Mən sual verirəm sizə. Real Madrid azarkeşlərinə sual verirəm. Və sonda Florentino Perez söhbəti fırladır. Deyir, mən bu oyunu oynayacağam. Ona görə ki, sırf Real Madrid azarkeşlərinə hörmətsizlik olmasın deyənə. Bu da ikinci gülməli bir iddia. Sən hansı hörmətdən danışırsan? O hörmətdən danışırsan ki, sən öz stadionun və öz ultras fanlarını buraxmırsan. Bu hörmətdən danışırsan. İndi hamı deyəcək ki, sən Florentino Perez eşitmir axı kimə deyirsən bunu. Yox, bu sözü mənə, bu hadisəni mənə bir Real Madrid azarkeşi var, Elmir qardaş. O ilə mən Instagramda danışıram, TikTokda bir-birimizlə arada bir canlı yayıma çıxırıq. Qatı Real azarkeşidir, onu da buradan salamlayıram. Doğrudan da adekvat Real azarkeşlərindən biridir, çox sevirəm onu. Gözəl fikirləri var, o mənə bildirib bu fikri. Mən bilmirdim açığı, sağ olsun.
Budur sənin azarkeşlərə hörmətin. Yəni heç olmasa belə bəhanələr eləmə də. Və Real Madridin bu manipulyasiyası, bu tələsi, hakimə olan bu psixoloji təzyiqi əslində özlərinə pis təsir elədi. Çünki bu mövsüm onsuz da Real Madrid yaxşı formada deyil və Real Madrid Barselonaya bu mövsüm artıq 2 dəfə böyük hesablı məğlubiyyətlə üzləşib. Və bu səfər də məğlub olsaydı heç kim təəccüblənməzdi. Amma sən belə iddia edəndən sonra ki, mən oynamaq istəmirəm, hakimi bəhanə edib oynamaq istəmirəm deyirsənsə və artıq burada psixoloji olaraq, şuuraltı olaraq belə bir fikir ortaya çıxır ki, deməli sən qorxursan oyuna çıxmağa, istəmirsən oyuna çıxmağa. Bilirsən ki, sənin komandan udzacaq. Bu bəlkə belə deyil ha, demirəm bu belədir. Yəni şuuraltı belə bir fikir artıq ortaya çıxır. Başa düşdünüz nə demək istəyirəm? Yəni sən bunu oyundan sonra öz fikirlərini bildirsəydin, deyərdin ki, bax, mən oyundan əvvəl heç nə demədim. Amma görün, bax, oyun oynanıldı və hakim bizə qarşı görün necə ədalətsizlik oldu. Bax, böyündən sonra mən sizin başınıza oynatacağam. Bunu oyundan sonra eləsəydin, deyərdim, aha, sən düz adamsan. Amma oyundan əvvəl hakimə psixoloji təzyiq elədin və hakim də oyun ərzində göstərdi ki, doğrudan o psixoloji təzyiqin altındadır. Və Real Madrid azarkeşləri bəzən elə reaksiyalar verdi dünən oyundan sonra. Hakim hesabına qalib gəldiniz. Barselona, nə bilim, nə Selona. Siz doğrudan da oyuna baxırdınız dünən, yoxsa məzələnirsiniz bizlə? Bu nə danışıqdır? Siz hansı oyuna baxmısınız, qardaş? Yenə deyirəm, siz Barsanın əleyhinə verilən qərarları görəndə kanalı çevirirdiniz oyunda. Bu nə düşüncədir, bu nə beyindir sizdə? Haravızla siz baxırsınız bu futbola? Adamlar açıq-aşkar 2 penalti epizodunu verməyib komandavızın qapısına. Hələ siz bizə söz deyirsiniz. Birinci epizod Ceballos Kubarsi epizodu. İkinci epizod oyunun 90-cı dəqiqəsində Ferran Torres'dən Rüdiger'in epizodu. Hələ hakim gəlib Ferran Torres'ə deyir ki, mən gördüm orada zərbə var, amma o penalti verilməsi üçün yetərincə qədər bərk zərbə deyildi. O adamın ayağına vurub, nə bərk zərbə deyildi. Neynəməliydi? Artistik yıxılmalıydı. Üzürü sayında Vinicius'dan keçməyib Ferran Torres'ə, bağışlayın. Yəni Vinicius qədər bir səmimi yıxıla bilmirik, neyniyək? Bu qədər. Yəni mənim daha sözüm yoxdur. Oyunun artıq 120-ci dəqiqəsidir, hesab 3-2-dir. Mbappe hücuma çıxır, sağ əli ilə belə vurur, Erik Garcia'nın çənəsinin sifətini dağıdır. Bütün Real Madrid oyunçuları düşür ortalığa, azarkeşlər qışqırır ki, burada nə var? Adamın sifətinə vurmusan, nə sən? Əlvi belə eləmirsən, sifətinə vurmusan. Futbolda bu olur da, hamı bunu görür. Hamı təkcə Barsaya fol verirlər, elə olanda. Bütün komandalara qarşı elə olur da bu. Siz nə danışırsınız? Siz niyə belə bir tərəfli danışırsınız? Siz niyə belə öz məğlubiyyətinizi qəbul edə bilmirsiniz? Burada nə var axı? Var Real azarkeşləri var, səmimi qəlbdən təbrik edir. Deyir hakim bəli hər iki tərəfə qərəzli oldu. Qərəzli qərarlar verdi. Həm Barsa, həm Real Madriddə bəli kiçik epizodlarda qərəzli qərarlar var idi. Amma böyük epizodlardan söhbət gedirsə, ən azı 2-3 dənə Barsanın lehinə qərarlar vermədi o. Hələ biz onu demirik, amma siz utanmadan deyirsiniz ki, Barcelona hakim hesabına qalib gəldi. Utanmadan bunu deyirsiniz. Halal olsun vallahi sizə. Doğrudan mən üz gördüm. Deyiləsi sözüm yoxdur. Dostlar, məndən bu qədər. Mən öz ürək sözlərimi dedim. Həm oyun haqqında, həm azarkeşlər haqqında, həm hakimlə bağlı fikirlərimi bildirdim. Doğrudan da mən hakimin idarə etməsinə razı qalmadım. Bəli, hər iki tərəfə qarşı belə yersiz qərarlar verdi. Göründü ki, psixoloji təzyiq var. Göründü ki, nəsə eləmək istəyir. Hiss olundu, nəysə, bu haqda çox danışmaq istəmirəm. Hər şey bəllidir, çempion bəllidir. Artıq 2 titulumuz var. 2 titulun da mübarizəsi sona qədər davam edəcək. Sona qədər vuruşacağıq. Axıra kimi öz gücümüzü göstərəcəyik və biz Barcelona olduğumuzu sübut eləyəcəyik. Növbəti həftə bizi Interlə yarımfinal oyunu gözləyir. Komanda çox yorğundur, amma komandaya güvənirəm. İnanıram ki, Inter qarşısında sağlam və güclü motivasiyalı çıxacaqlar. Ən azından çempion olduq və bu çempionluq hissi komandanın fiziki gücünə təsir göstərəcək və komandanı dirildəcək. Interə qarşı möhtəşəm oyun keçirəcəklər. Komandaya güvənirik və La Liga haqqında da biraz məlumat verim. La Ligada hər şey vəziyyət zordur. Afrikada vəziyyət yaxşıdır, bomba kimidir. Ona görə də əla 4 xallıq fərqimiz var. Valladolidlə oyunumuz var. İkinci heyətlə çıxıb oyunu yola da vermək olar. Ter Stegen əmrində oyuna salmaq olar. Alman divarımız, xoş gəlmisən. Hər şey əla olacaq. Vamos. Visca Barsa, Visca Katalonya. Öpürəm hamınızı. Adios.